Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə imamil mursalin və alə alihi və ashabihi əcməin. Əmmə ba'du və selamu aleykum və rahmetullahi və barakət. Əziz və dəyərli müsəlman, qardaş və bacılarım, bu bizim artıq Gözəl Kəlmə və Salih Əməl kitabından 18-ci dərsimizdir İbn Qeym Rahimahullahın kitabından və biz neçə dərsdir ki artıq 5 mühüm işin əmr olunduğu hədisin şərhindəyik və bu gün də nəhayət gəldik çatdıq həmin hədisin ən sonuna əmr olunmuş 5-ci mühüm işinə, o da hansıdır? Zikr məsələsidir. Və sizə deyim ki, kitabın əsas mövzusu bu dərsdən sonra başlayır. Kitabın əsas mövzusu bu dərsdən sonra başlayır. Deməli, hədisin ən sonunda Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, Bəni Yahya aleyhissalam, Bəni İsrailə belə buyurdu. Uca Allah sizə onu zikr etməyi əmr edib. Zikr edən insanın misalı, qaçmaqda olduğu halda arxasınca düşməninin gəldiyi və onu yaxalamaq istədiyi adamın misalı kimidir. O nəhayət özünü düşmənindən qurtarmaq üçün möhkəm bir qalaya çatıb, oraya sığınaraq canını onlardan xilas edir. Allahı zikr edən insan da eyni ilə belədir. Qul özünü düşməni olan şeytandan yalnız zikr etməklə xilas edə bilər. Hədisin bundan qabaqki hissələrində Rasulullah sallallahu aleyhi ve sellem bizlərə bir şey başa salmaqdan ötəri təşbihə yol verdiyi kimi, nəyisə nəyəsə bənzətdiyi kimi burada da Rasulullah sallallahu aleyhi ve sellem bizə bir şeyi canlandırır gözümüzün qabağına ki, bizə qəsd etdiyi şeyi bizə izah etməkdən ötəri. Və hədisin bu hissəsində Peyğəmbər sallallahu aleyhi ve sellem bizə zikrin nə boyda əhəmiyyətli bir şey olduğunu izah etmək istəyir. Və zikir necə də insanın özünü şeytandan qorumaqda ən önəmli vasitələrdən birini bizə Peyğəmbər sallallahu aleyhi ve sellem bizə başa salmaq istəyir. Bu mesajı bizə çatdırmaqdan ötəri Rasulullah sallallahu aleyhi ve sellem bir təşbihə yol verir, bir bənzətməyə, bir oxşatmağa yol verir. O da nədir? Bildirir ki, elə ki bir insan qaçmaqdadır. Arxasına düşmənlərə düşüb. Elə düşmənlər ki, onu tutsalar, amansızcasına qətl eləyəcəklər, öldürəcəklər. O da onlardan qaçır. Qaçdığı əsnada qarşısına bir möhkəm, müstəhkəm bir qala çıxır. Qalaya sığınır və canını o düşmənlərdən qurtarır, qorumuş olur. Allah subhanahu və teala'nı zikr etmək də bu cürdür. Şeytan da insanın düşmənidir. Şeytan da daimən insanın puskusunda, insanın arxasınca gəlir ki, insanı neynəsin? Günaha salmaqla onu məhv eləsin, onu həlak eləsin. Elə ki, insan zikr edər, özünü şeytandan qorunmuş olar. Necə ki, düşmənlərindən qaçıb möhkəm bir qalaya sığınıb canını düşmənlərdən qoruyan insan kimi. Hədisin bu hissəsində zikrin insana verə biləcəyi ən böyük faydalarından biri qeyd olunub. O da nədir? Zikr sayəsində insan özünü mütləq şəkildə düşməni olan iblisdən, şeytandan qorumuş olur. Əslində zikrin insana verə biləcəyi faydaları həm dünyası ilə, həm axirəti ilə əlaqəli olan faydaları olduqca çoxdur. Zaten elə bu dərsdən sonra da İbn Qeym Rahimahullahın açdığı ən mühüm mövzularından biri odur. Zikrin insana verə biləcəyi 100 dənə faydası. Burada isə zikrin ən önəmli faydalarından biri qeyd olunub. O da nədir? Zikir sayəsində insan özünü düşməni olan iblisdən, şeytandan və onun fikirləri və vəsvəsindən mütləq şəkildə qorunmuş olur. Deməli, İbn Qeym Rahimehullah Teala buyurur ki, əgər zikirdə yalnız tək bu xüsusiyyət olsaydı belə, yenə də bəndənin dili Allaha zikr etməkdən əsla yorulmamalı və daim onun zikri ilə məşğul olmalıdır. Çünki bəndə özünü düşmənindən, yəni şeytandan yalnız zikir vasitəsilə qoruya bilir. Düşməni isə ona yalnız qafillik qapısından daxil ola bilir. Yəni, sənin zikirsiz keçirtdiyin vaxtlar, iblisin səni ovladığı vaxtlarıdır, səni yaxaladığı vaxtlarıdır. Buna görə də İbn Qeym Rahimehullah deyir ki, düşməni isə ona, qula, yalnız qafillik qapısından daxil ola bilir. Yəni, sən zikirsiz vaxt keçirirsən, özün öz əlin ilə düşməninə neynirsən? Qapı açırsan. Düşməni İbn Qeym deyir ki, düşmən, şeytan puskuda dayanır
Və nə vaxt ki, bəndə qafil olar, o zaman ona hücum edər və onu yaxalayıb paramparça edər. Amma nə vaxt ki, bəndə Allahı zikr edər, Allahın düşməni geri çəkilər, kiçilər və alçalaraq zəifləyər. Belə ki, o kiçik bir quş və ya milçək kimi olar. O həcmdə də belə balacalaşar. Buna görə də ona vəsvasul xannas, yəni vəsvəsə verən və zikir zamanı gizlənən adı verilmişdir. O qəlblərə vəsvəsə verir, lakin Allah zikr olunduqda isə geri çəkilər, yəni susar, gizlənər, kiçilər və alçalar. İbn Qayyim rahimehullah təala buyurur ki, məhz elə buna görə də İbn Abbas radiyallahu anhuma buyurub ki, "Əş-şeytanu cəsimun alə qalbi ibni Adəmə fə-izə səhə və ğafələ vəsvəsə və izə zəkərəllaha subhanahu və təala xanəsə." İbn Abbas radiyallahu anh deyir ki, şeytan insanın qəlbinə qarşı puskuda durub. Nə zaman ki, insan səhlənkarlığa yol verər, qəflətə düşər, Allahın zikrindən uzaqlaşar, o zaman şeytan ona hücum eləyər və ona öz fikirlərini və vəsvəsələri atar. Nə zaman ki, zikrə qayıdar insan, şeytan ondan uzaqlaşar. İmam Əhməd rahimehullahın öz musnədində Muaz ibn Cəbəl radiyallahu anhudan rivayət etdiyi hədisdə belə keçir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Mə amilə ədəmiyyun əmələn qattu əncə ləhu min əzəbilləhi min zikrilləhi subhanahu və təalə." Adəm oğlunun etdiyi hər hansı bir əməli, Allahın əzabından onu Allahı zikr etmək qədər qurtarıcı olmamışdır. Yəni, əməllər içərisində insanı Allahın əzabından qurtara biləcək ən mühüm əməllərdən biri hansıdır? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bu zikirdir. Həmçinin İmam Əbu Davud rahimehullahın öz sünənində Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "Mə min qavmin yəqumuna min məclisin la yəzkurunallaha təala fiyhə illə qamu an misli cifəti himarin və kana aleyhim həsrətən." Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, hər bir toplum bir yerdə oturub Allahı zikir etmədən oradan qalxarlarsa, ölü eşşək leşi ətrafından qalxmış insanlar kimi saylarlar. Bu onlara peşmançılıq olaraq dönəcək. Yəni, oturduqları məclislərində Allah subhanahu wa ta'ala zikir etmirlərsə, oradan qalxdılar, elə ki, leş ətrafından qalxıblar və bu onlara peşmançılıq olaraq qayıdacaq. Rasulullah sallallahu aleyhi ve sellem deyir. Bu da nə deməkdir? Hətta cənnət əhli belə peşmançılıq keçirəcək. Cənnət əhlinin keçirdiyi peşmançılıq nədir? Dünyada ikən müəyyən vaxtları, müəyyən zamanları, müəyyən saatlarında zamanlarını Allahın zikr etmədən keçiriblər. Ona görə hətta cənnətdə belə onun nəyini, peşmançılığını keçəcəklər. Çünki hər edilən zikir sənin cənnətdəki dərəcəni artırır. Dünyada keçirdiyin zikirlərə görə də orada bəzi dərəcələrdən məhrum olacaqsan. Ona görə də bu cənnət əhli üçün bir həsrət, bir peşmançılıq olacaq. Digər bir hədisdə İmam Muslim rahimehullah rivayət elədiyi, Peyğəmbər sallallahu aleyhi ve sellem'dən rivayət elədiyi hədisdə keçir ki, Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, "La yaqumu qawmun, la yaq'udu qawmun, yezkurunallaha illa haffathumul malaika və ğəşiyyəthumur rahmə və nəzələt aleyhimus səkinə." Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, elə bir qövm yoxdur ki, hər hansı bir qövm oturar, Allah subhanahu wa ta'ala zikr edərlərsə, hər hansı bir qövm, hər hansı bir cəmaat, hər hansı bir toplum oturar, Allah subhanahu wa ta'ala zikr edərlərsə, mələklər onların ətrafına toplaşar, onların üzərinə rəhmət çökər, rəhmət onları bürüyər və onların üzərinə səkinət yağmış olar. Digər bir hədisdə İmam Tirmizi rahimehullah öz Əl-Cami əsərində
buyurur ki, Əbu Səid Əl-Xudri radiyallahu anhudan hədis rivayət edir. Əbu Səid Əl-Xudri radiyallahu anh deyir ki, bir gün bir insan gəldi Peyğəmbər sallallahu aleyhi ve sellemə belə bir sual verdi. Dedi ki, ya Rasulallah, eyyul ibadi afdal və arfa' dərəcətən indəllah yevmil qiyamə. Ey Allahın elçisi, Allah subhanahu və teala yanında ən fəzilətli və dərəcəsi ən üstün olan, Allah subhanahu və teala yanında ən əfzəl və qiyamət günü dərəcəsi ən üstün olan insanlar kimlərdir? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, əzzəkirunallaha kəthira. Allahı çox-çox zikr edənlər. Bu sualı verən biraz qəribəsinə gəlir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellemə ikinci dəfə deyir ki, ey Allahın Rasulü, və minəl qazi fi səbilillah, hətta Allah yolunda cihad eləyən o qazidən də belə üstündür, Allahı zikr edən insan. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kafirlər və müşriklərə qarşı qılınc çəkib döyüşsə, hətta qılıncı sınsa və qan içinə batsa belə, yenə də Allahı zikr edən ondan daha üstündür. Hədisdəki ifadələrə baxın. Hədisdəki ifadə mücahidin döyüş zamanı ən şiddətli döyüş aparmasını ifadə edir. Ən qəhrəmancasına döyüş apardığını ifadə edir. Qılıncının sınması və qanın içinə batması. Hətta belə olsa belə, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allah subhanahu və teala'nı çox zikr edənlər belə halda olan, hətta mücahiddən belə nədir? Üstündür. Həmçinin İmam Buxari rahimehullah öz səhih əsərində Əbu Musa Əl-Əş'ari radiyallahu anhudan rivayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Məsəlul-ləzi yəzkuru rabbahu vəl-ləzi la yəzkuru rabbahu məsəlul hiyyi vəl-meyyit. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah subhanahu və teala'nı zikr edən ilə zikr etməyənin misalı, məsəli diri insanla ölü insanın misalı kimidir. Yəni Allahı zikr edən diri sayılır, Allah subhanahu və teala'nın zikrindən üz döndərən isə nədir? Meyyit sayılır. Həmçinin İmam Tirmizi rahimehullahın öz Əl-Cami əsərində yenə də rivayət olunan, Peyğəmbər sallallahu aleyhi ve sellemdən rivayət olunan hədisdə Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, diqqət edin, bu hədis biraz öncə o mücahid kim üstündür, zikr edən yoxsa mücahid üstündür, o hədisi açıqlayır. Bu hədis o hədisi, o məsələni açıqlayacaq. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, İnna abdi, kullu abdi Əl-ləzi yəzkuruni və huvə mulaqin qirnəhu. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, mənim həqiqi bəndəm, tam bəndəm, əsl qulum o kəsdir ki, o məni zikr etdiyi halda düşməni ilə üz-üzə gəlsin. Yəni cihaddadır adam, döyüşdədir, girib döyüşə, vuruşur. Lakin vuruşa da dili zikirdən usanmır, dili zikirdən dayanmır. Dili zikir edə-edə əlində silahı, qılıncı neynir? Allah subhanahu və teala yolunda vuruşur. İbn-i Qayyim rahimehullah deyir ki, وَهَذَا الْحَدِيث هُوَ فَصْلُ الْخِتَابِ فِي التَّفْضِيلِ بَيْنَ الذَّاكِرِ وَالْمُجَاهِدِ. Bu hədis zikr edən ilə mücahidin hansı daha üstündür, onları təyin etməkdən ötəri kəsin bir hədisdir. Necə? İbn-i Qayyim deyir ki, فَإِنَّ الذَّاكِرَ الْمُجَاهِدَ أَفْضَلُ مِنَ الذَّاكِرِ بِلَا جِهَادٍ وَالْمُجَاهِدِ الْغَافِلِ. İbn-i Qayyim rahimehullah deyir ki, diqqətlə qulaq asın. Deyir ki, həqiqətən Allah subhanahu və teala'nı zikr edən mücahid, cihad etməyən zikirdən və cihadda olub amma qafil olan Allahı zikr etməyəndən daha üstündür. Biraz qəliz oldu, izah edeyim. Yəni 3 dənə şəxs var qarşımızda. 3 nəfərdir. Zikr edən mücahid, cihadda olmayan zikr edən və bir də kim? Mücahid amma qafildir, zikr etmir. Zikr edən mücahid, cihadda olmayıb amma zikr edəndir daim. Üçüncü kimdir? Mücahiddir, cihaddadır amma qafildir, zikr etmir. İbn-i Qayyim rahimehullah deyir ki, bu zikr edən mücahid bunların ikisindən də üstündür. Cihadda olmayıb zikr edəndən də, cihadda olub amma qafil olan, Allahı zikr etməyəndən, bu ikisindən də zikr edən mücahid daha üstündür. Sonra isə deyir ki, fikir verin.
وَالذَّاكِرُ بِلَا جِهَادٍ أَفْضَلُ مِنَ الْمُجَاهِدِ الْغَافِلِ عَنِ اللّٰهِ Teala. Allah'ı zikir eden insan ise gafil mücahiddən daha üstündür. Gafil mücahid kimdir? Cihaddadır, vuruşur, amma gafildir, zikir eləmir. Dili zikir çəkmir. Evində oturub zikir edən insan ondan nədir? Ondan üstündür. Deməli, bu hədis bizə bundan öncə oxuduğumuz hədisi bizə izah etdi, şərh etdi. Məsələ buna görə də Allah Subhanahu wa Ta'ala İbn Qeym deyir ki, məsələ buna görə də Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə hətta döyüşlər zamanı belə zikri buraxmaq olmaz buyurub. Düşmənlə üzbəüz gəlsən də belə zikri unutmamalısan. Bu barədə neçə ayələr deyib və İbn Qeym rahimehullah onların bir neçəsini qeyd eləyir. Ənfal surəsi 45-ci ayədə Allah Subhanahu wa Ta'ala deyir ki: "Ya eyyuhellezina amanu İzə laqaytum fi'atan fasbutu vezkurullaha kesiran la'allakum tuflihun." Allah Azze ve Celle buyurur ki, ey iman edenler, düşmənlə əgər üzbəüz çıxdınızsa, fasbutu, sabit qalın, qaçmayın, dönməyin. Onların sayının çox olduğundan və sizin sayınızın az olduğundan çəkinməyin, qorxmayın. Vezkurullaha kesira. Allah'ı çox zikir edin ki tuflihun. Nizat tapasınız. Döyüşdə qalib olasınız. Fikir verin, subhanallah. Hətta Allah Subhanahu wa Ta'ala demək ki, bu ayə bizə göstərir ki, uca Allah'a zikir etmək hətta döyüşdə belə qələbə çalmağa bir səbəbdir. Ona görə İbn Qeym rahimehullah deyir ki, فَأَمَرَهُمْ بِالذِّكْرِ الْكَثِيرِ وَالْجِهَادِ مَعًا لِيَكُونُ عَلَى رَجَاءٍ مِنَ الْفَلَاحِ. Allah Subhanahu wa Ta'ala deyir, bu ayədə çoxlu sayda zikir etməklə yanaşı cihad etməyi bir araya gətirdi. Bir yerdə zikr elədi, çoxlu zikr edin və cihad edin. Yanbayandır bunları ona görə gətirdi ki, məğlubiyyət baş versin, qalibiyyət daha doğrusu baş versin və uğra çatsınlar. Digər bir ayədə isə Allah Subhanahu wa Ta'ala buyurur ki, فَإِذَا قَدَيْتُمْ مَنَاسِكَكُمْ فَاذْكُرُوا اللّٰهَ كَذِكْرِكُمْ آبَاءَكُمْ أَوْ أَشَدَّ ذِكْرًا. Allah Azze ve Celle Bəqara surəsi 200-cü ayədə buyurur ki, həccin əhkamlarını bitirdikdən sonra atalarınızı zikir etdiyiniz kimi və yaxud ondan daha şiddətli şəkildə nə edin? Allah'ı zikr edin, xatırladın. Burada bu ayənin təfsirində iki dənə məna var. Allah Subhanahu wa Ta'ala'nın atalarınızı zikir etdiyiniz kimi və yaxud ondan daha şiddətli şəkildə Allah'ı zikr edin. Birinci ehtimal olunan məna, təfsir odur ki, yəni burada qəsd olunan balaca uşaqdır. Balaca uşaq, yəni necə öz atasını dayanmadan çağırırsa, hər şey ondan soruşursa, bir şey olmamış, dərhal hər müraciətini atasına eləyirsə, hər dəfəsində, hər dəqiqəsində atasını ata deyərək çağırırsa, Allah Subhanahu wa Ta'ala burada deyir ki, فَذْكُرُوا كَذِكْرِكُمْ آبَاءَكُمْ. Atalarınızı çağırdığınız kimi, atalarınızı çox o cür zikir etdiyiniz kimi də Allah'ı zikr edin. Yəni necə ki uşaqlıq dönəminizdə dilinizdən atanızın adı düşmürdüsə, necə ki atanızı daim çağırırdınızsa, Allah Subhanahu wa Ta'ala'nı o cür və yaxud ondan daha şiddətli şəkildə neyinin? Zikr edin. Dilinizdən onun adı, onun zikri düşməsin. Bu birinci təfsir, birinci ehtimal, məna. İkinci məna odur ki, cəhalət dönəmində sahabələr özlərinə aid olan qəbirstanlıqlara gələrdilər və qəbirstanlıqların önündə bir öz atalarının, babalarının, əcdadlarının, ulu babalarının adlarını çəkərdilər. Nədən ötəri? Fəxr eləməkdən ötəri. Ola bilsin kiminsə atası, babası, əcdadı daha üstün, daha şərəfli insanlar olub və onların adlarını çəkərdilər, qəbirstanlıqda duraraq deyərlər ki, mən filankəs oğlu filankəsəm, mən filankəs oğlu filankəsəm, filankəsin nəvəsiyəm, filankəsin əcdadı, nəticəsiyəm. Bu cür şəkildə atalarının, babalarının adlarını çəkərlər. Ehtimal olunan təfsirlərindən biri budur. Allah Subhanahu wa Ta'ala deyəndə ki, فَذْكُرُوا كَذِكْرِكُمْ آبَاءَكُمْ. Atalarınızı zikir etdiyiniz kimi Allah Subhanahu wa Ta'ala zikr edin və ondan daha şiddətli. Yəni cəhalət dönəmində necə durmadan atalarınızın adlarını çəkirdiniz, Allah Subhanahu wa Ta'ala o cür və yaxud ondan daha şiddətli şəkildə zikr edin. Dilinizdən onun zikri, onun adı düşməsin. İbn Qeym rahimehullah həm bu ayə, həm də bundan öncəki ayə ilə əlaqəli olaraq buyurur ki,
Allah Subhanahu ve Teala bu ayələrdə çoxlu şəkildə zikir etməyi qeyd etdi. Nəyə görə? İnsanın ona böyük bir ehtiyac duyduğuna görə, bir göz qırpımında da belə olsa insan zikirsiz qalmamalıdır. Daim ona ehtiyacı var. Hətta biz bir göz qırpımı miqdarında da belə insanın nəyi var? Zikrə ehtiyacı var. Və nə zaman ki insan hansı bir anda, hansı bir zamanda insan vaxtını zikirsiz keçirərsə, o zaman, o vaxt nə olur? Onun leyhinə deyil də əleyhinə sayılır. Ona görə də bilmək lazımdır ki, zikirlər iki hissəyə bölünür. Qeydli zikirlər, mütləq zikirlər. Qeydli zikirlər odur ki, onlar müəyyən zamana bağlıdırlar. Yəni onların müəyyən zamanı var, onların müəyyən məkanı var və onların müəyyən sayı var. Bunlar müqayyət, yəni qeydli zikirlərdir. Qeydsiz zikirlər, yəni mütləq zikirlər, onların nə sayı var, nə deyiləcək zamanı var, nə də deyiləcək yeri var. Onlar istənilən şəkildə deyilir. Ona görə də əgər səhər və axşam zikirlərində davamiyyətlisənsə, müəyyən zikirlərdə davamiyyətlisənsə, bazara girdikdə, ayaq yoluna girdikdə, ayaq yoluna çıxdıqda, evə girdikdə, evdən çıxdıqda, məscidə girdikdə, məsciddən çıxdıqda, miniyə mindikdə, səfərə gəldikdə və insanın hər bir həyatının anı üçün ayrılmış nə var? Sünnədə varid olmuş zikirlər var. Bunlar hamısı qeydli, yəni zamanla, sayla və məkanla əlaqəli olan zikirlərdir. Bir də dedik ki, qeydsiz zikirlər var. Qeydsiz zikirlərə də nə aid ola bilər? La ilahe illallah, vahdehu la şerike leh. Həmin bu zikri. Və yaxud dayanmadan, usanmadan istiğfar etməyin. Bunlar hamısı, bunları etməklə həmin anlar, həmin saniyələr, həmin dəqiqələr, həmin saatlar hamısı sənin leyhinə olacaq. Lakin onları bu cür zayi etməklə onlar hamısı sənin əleyhinə olacaq və qiyamət günü Allah Subhanahu wa Ta'ala hamımızı cənnət əhlindən etsin. Ən azından cənnət əhli olduqdan sonra həmin zikirsiz keçirtdiyin günlərin peşmançılığını çəkəcəksən. Beyhaqi Ayşə radiyallahu anhudan, anamızdan rivayət etdiyi hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, "Mə min sa'atin təmurru bi ibni Adəmə la yezkurullaha Teala fiha illə təhassara aleyhə yevməl qiyamə." Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Adəm övladı keçirtdiyi, zikirsiz keçirtdiyi hər ana görə qiyamət günü peşmançılığını çəkəcək. Qiyamət günü peşmançılığını çəkəcək. Həmçinin Muad ibn Cəbəl, Beyhaqi Muaz ibn Cəbəl radiyallahu anhuna rivayət etdiyi hədisdə deyilir ki, Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, "Leysə yətəhəssəru əhlul cənnəti illə alə sa'atin mərrat bihim ləm yəzkurullaha azza və cəllə fiyhə." Cənnət əhli cənnətə girdikdən sonra peşmançılıq etdikləri, peşman olduqları yalnız bir şey olacaq. O şeyə görə çox həsrət çəkəcəklər, çox peşman olacaqlar. O da nədir? Müəyyən zamanlar, müəyyən saatlar olub ki, o saatları Allahı zikir etmədən keçiriblər. Həmçinin İmam Tirmizi rahimehullah və İbn Məcə, həmçinin Əl-Hakim öz müstədrəkində möminlərin anası Ummu Həbibə Peyğəmbər sallallahu aleyhi ve sellemin zövcəsindən rivayət etdikləri hədisdə Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, "Kəlamu İbn Adəm kulluhu aleyhi la lehu illa emran bima'rufin ev nahyan an munkarin ev zikran lillahi azza ve celle." Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Adəm övladının ağzından çıxartdığı hər bir kəlmə onun əleyhinədir. Adəm övladı nə kimi kəlmə çıxardır ağzından, o kəlmə ya onun əleyhinədir, ya leyhinədir. Ya onun əleyhinədir, ya da leyhinədir. Yəni, elə bir kəlmələr var ki, insan, yəni kəlmə düzdürsə, doğrudursa, o kəlmə nədir? Sənin leyhinədir. Lakin kəlmə doğru kəlmə deyilsə, nədir? Sənin əleyhinədir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Adəm övladının ağzından çıxartdığı hər bir kəlmə nə olacaq? Qiyamət ki, onun əleyhinə olacaq. Yəni, o kəlmələri düzgün söyləsən, sənin leyhinə olacaq. Düzgün söyləməsən nə olacaq? Əleyhinə olacaq. Yalnız Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, 3 şey var ki, onlar istisnadır. Onlar həmişə insanın leyhinədir. Yəni, o kəlmələr, o şeylər, o işlər,
o söylənəcək elə bir şeylərdir ki, Adəm övladı onu etdikdə bir mənalı şəkildə həmişə onun nəyə nə olur? Leyhinə olur, əleyhinə olmur. O da nədir? Yaxşılığı əmr etmək, pislikdən çəkindirmək və bir də Allah subhanahu və teala nə etmək? Zikr etmək. Bundan başqa nə varsa, o kəlmələr hamısı Adəm övladının ağzından çıxa biləcək, o şeylər hamısı sual işarəsi altındadır. Doğrudursa, onun leyhinədirsə, leyhinə olacaq, yanlışdırsa, onun əleyhinə olacaq. Və zikrin olduqca böyük əhəmiyyəti var. Zikr ən yeganə və ən üstün vasitələrdən biridir ki, səni inşirah sadra, yəni köksüvün təmizlənməsinə, qəlbivin təmizlənməsinə, qəlbivin qəlb xəstəliklərindən təmizlənməsinə səbəb olur. Məsələ buna görə də İbn Qayyim rahimehullah deyir ki, böyük sahabi və abid sahabi və alim sahabi və zahid sahabi olan Əbu Darda radiyallahu anhu deyir ki, likulli şeyin cilaun və inne cila'al qulubi zikrullahi azza və cəllə. Əbu Darda radiyallahu anhu buyurur ki, hər bir şeyin özünə aid xüsusi bir təmizləyicisi var. Yəni, hər bir şeyin özünə aid bir təmizləyicisi var. Məsələn, su bir təmizləyici bir şeydir. Torpaq bir təmizləyici bir şeydir. Su ilə müəyyən şeyləri təmizləyə bilirsən. Torpaqla müəyyən şeyləri Yəni, hər bir çirklənən bir şeyin özünün xüsusi təmizləyici bir vasitəsi var. Əbu Darda radiyallahu anh deyir. Lakin qəlblərin təmizləyicisi isə, qəlbləri çirkabdan təmizləyən şey isə o nədir? Zikrullahi azza və cəllə. Allah subhanahu və teala'nı zikr etmək. Məhz zikr yeganə vasitədir ki, qəlbi ancaq nə edir? O təmizləyir. Sonra İbn Qayyim buyurur, rahimehullah teala buyurur ki, və şək yoxdur ki, həqiqətən də qəlb paslanır. Gümüş, istənilən metal, mis, gümüş və istənilən metal, dəmir paslandığı kimi şək yoxdur ki, qəlb də paslanır. Qəlbin pasını aradan qaldıran isə, qəlbin pasını təmizləyən isə zikirdir. Qəlb zikirlə təmizlənir. Zikir qəlbi elə şəkildə təmizləyir ki, o ağappaq, tərtəmiz bir güzgüyə hətta belə çevrilə bilir. Lakin zikir tərk olunduqda isə qəlb paslanır. Qəlb çirkabla örtülür. Zikir olunduqda isə, o qəlbin sahibi zikir etdikdə isə, zikir o qəlbdəki qəlbə çökən o pası, o çirkabı nə edir? Aradan qaldırır. وَصَدَعُ الْقَلْبِ بِأَمْرَيْنِ Mühüm bir mövzuya toxunur İbn Qayyim həqiqətən. İndi çox mühüm bir məsələdən danışır. İbn Qayyim rahimehullah deyir ki, qəlb iki şeylə paslanır. Qəlb iki şeylə paslanır. Bil-gafləti və-zəmbi. Qəflət ilə, yəni zikirsiz keçirtdiyin zamanlarla, vaxtlar ilə və zəmbi və günah ilə. Bu iki şeylə məhv edirsən qəlbivi. Bu iki şeylə qəlbivi öldürürsən. Bu iki şeylə qəlbində sənə lazım olan maddələri məhv edirsən. Çünki səni hərəkət elətdirən sənin qəlbindir. Səni növbə-növ ibadətlərə təhrik eləyən, səni növbə-növ haramlardan uzaqlaşdıran sənin qəlbindir. O qəlbindəki iradədir, o qəlbindəki qüvvətdir, o qəlbindəki imandır, o qəlbindəki əzmkarlıqdır. Bunlar hamısı sənə yardım edir ki, sən o itaətləri yerinə yetirirsən. Sən o haramlardan çəkinirsən. Lakin sən qəlbindəki bu lazım olan maddələr ki var, həyatı maddələr ki var, sən onları qəflət ilə, zikirsizlik ilə və günah ilə öldürürsən. Məhv eləyirsən. İbn Qayyim deyir ki, وَجَلَأُهُ بِشَيْءٍ İki şeylə qəlbi paslandırırsan, lakin iki şey də var ki, elhamdülillah, onlarla qəlbi yuya bilirsən. O da nədir? Bil-istixvar və zikr. İstixvar eləməklə və bir də zikr eləməklə. O günahdan tövbə eləməklə, o günahdan uzaqlaşmağınla, peşman olmağınla və zikri və Allah subhanahu wa ta'ala zikr eləməklə. فَمَنْ كَانَتِ الْغَفْلَةُ أَغْلَبَ أَوْقَاتِهِ كَانَ الصَّدَوْ مُتَرَاكِبًا عَلَى قَلْبِهِ وَصَدَاؤُهُ حَسَبَ غَفْلَتِهِ İbn Qayyim rahimehullah deyir ki, kimin qəfləti, zikirsiz keçirtdiyi vaxtları nə qədər çox olarsa,
zikirsiz keçirtdiyi vaxtlar əgər daha çoxdursa, bir o qədər də onun qəlbinə pas çökər. Pas onun qəlbində bir o qədər də çox olar. Onun qəlbi bir o qədər də çirkablanar. Demək ki, İbn Qeym deyir ki, demək ki, insanın qəlbinin paslanması qəflətinin miqdarına görədir. Hansı miqdarda qəflətdəsənsə, o miqdarda da qəlbini paslandırırsan zikirsiz keçirtdiyinə görə. Fəidə sadəl qalbu, diqqətlə qulaq as. İndi İbn Qeym dediyi şey sənə bir çox şeylərdən xəbər verəcək və səni bir çox şeylərdən agah eləyəcək. Gör nə deyir? Fəidə sudi'al qalbu ləm təntabi' fihi suvarul ma'lumat ala ma hiyə aleyhi. Subhanallahil azim. Qəlb paslandı, nə olur ki? Sən qəflətdə keçirtdin vaxtını, qəlbin paslandı. Sən günah etdin, qəlbin paslandı. Yaxşı, bunun aqibəti nə olacaq? Bilirsiniz nə deyir İbn Qeym? Aqibəti budur. İbn Qeym deyir ki, elə ki qəlb paslandı, nə olur? Qəlb artıq öz xüsusiyyətini başlayır itirməyə. Nədir ən böyük qəlbin xüsusiyyəti? Qəlbə gələn məlumatları qəlb başa düşməməyə başlayır. Artıq qəlb məlumatları anlamır. Çünki sən pisi və yaxşını qəlbinlə hiss eləyirsən. Sən qəlbin ilə sünnəti bidətdən, şirki tövhiddən, pisi yaxşıdan, münkəri mərufdan ayırt edə bilirsən. Bütün bunları qəlb sənə kömək eləməyə. Qəlb də paslandı, qəlb bu xüsusiyyətini, bu təbiyyətini artıq itirir, İbn Qeym deyir. Və məlumatları olduğu kimi başa düşməməyə başlayır. Ona görə nədir İbn Qeym? Fəyaral batilə fi surətil haqq. Başlayır batili haqq surətində görməyə. Vəl haqqı fi surətil batil. Haqqı da batil surətində görməyə. Hər şey tərsinə olur onda. Anlaya bilmir heç nəyi. Li'ənəhu ləmmə tərakəmə aleyhi sadəu azləmə. Çünki onun qəlbinə pas çöktüyünə görə zülmət bağlayıb ora. Ora zülmət bağlayıb. Fələm təzhər fihi suvarul haqaiq kəmə hiyə aleyh. Ona görə də deyir, işlərin həqiqəti orada izhar oluna bilmir. İşlərin həqiqəti orada artıq başlayır izhar olunmamağa. O haqqı batildən, batili haqdan ayırt edə bilmir artıq. Çünki qəlb o xüsusiyyətini artıq itirib. Fəizə tərakəm aleyhi sadəu vəsvəddə. Qəlb paslandı mı qaralar. Və rakibəhu ra'nu. Mamır bağlayar. Fəsədə təsəvvuruhu və idrakuhu. Qəlbin təsəvvürü və idraki korlanar. Çünki sən qəlbinlə idrak eləyirsən, qəlbinlə hiss eləyirsən, qəlbinlə məsələləri təsəvvür eləyə bilirsən. Belə olduğu halda da sənin qəlbin təsəvvürü və idraki nə olur? Fəsad olur. Və la yaqbalu haqqan. Artıq o qəlb haqqı qəbul etməyən bir qəlbə çevrilir. Və la yunkiru batilən. O qəlb batili inkar etməyən bir qəlbə çevrilir. İbn Qeym deyir ki, وَهَذَا أَعْظَمُ عُقُوبَةِ الْقَلْبِ. Bundan da deyir, daha böyük bir bəla ola bilərmi qəlbə? وَأَصْلُ ذَلِكَ مِنَ الْغَفْلَةِ وَاِتِّبَاعُ الْحَوَى. Bu hala nəyə görə düşürsən sən? İki şeyə görə. Qəflət və ittiba'ul hava. Havava, nəfsi və istəyə uyub günahlar etdiyinə görə. Bu iki şeyə görə düşürsən bu hala. فَإِنَّهُمَا يَطْمِسَانِ نُورَ الْقَلْبِ. Bu iki şey, həm qəflət, həm günahlar qəlbin nurunu söndürür və bəsirətini kör eləyir. Allah subhanahu və teala Quran-ı Kərimdə görün nə deyir? İbn Qeym dəhşətli bir ayə gətirir. Çox dəhşətli və insana qorxulu bir mesaj verir bu ayə. Nədir o? Allah subhanahu və teala buyurur. وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَنْ ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا. Allah azze və cəllə buyurur ki, qəlbini bizi zikr etməkdən qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə, onun arxasınca getmə, onu özünə öndər seçmə və onunla dostluq etmə. Kimə? O adam ki, zikirdən qafildir, nəfsi istəklərinin arxasınca gedir, yəni günah əhlidir. Belə insanın arxasına getmə.
Peyğəmbər Allah subhanahu wa ta'ala Rasulullah sallallahu aleyhi və səlləmə buyurur. İbn Qeym görün nə sözlərlə bu ayəni açıqlayır. İbn Qeym deyir ki, ona görə də bu ayəyə əsasən insan, hər hansı bir insana arxasınca getmək istəyirsə, ona tabi olmaq istəyirsə, onunla dostluq eləmək istəyirsə, onu özünə örnək tutmaq istəyirsə, baxmalıdır. Baxmalıdır ki, həmən insan zikr əhlindəndir, yoxsa qafillərdəndir. Həmən insanın üzərində hakim olan Allahın endirdiyi vəhidir, yoxsa insan nəfsi istəkləri ilə yaşayır. Nəfsi istəyi, günah istəyir, o da günahların arxasınca gedir. Hansı birindəndir? Onun üzərində hakim olan Allahın vəhyidir, Quran və sünnədir, kitab və sünnət hüdudlarından qırağa çıxmır, yoxsa nəfsi istəyi ilə yaşayır. فَإِنْ كَانَ الْحَاكِمْ عَلَيْهِ هُوَ الْهَوَى وَهُوَ مِنْ أَهْلِ الْغَفْلَةِ. Əgər o insan görsən ki, onun üzərindəki hakim nəfsi istəyidir, hava istəyidir, elə ancaq günahların arxasına gedir, bir ki, elə həmin insan da eyni ilə qəflətdədir. Eyni ilə qəflətdədir. وَأَمْرُهُ فُرُطْ. Belə insan işi zay olan insandır. Bütün işləri səmərəsiz olan bir insandır. فَلَمْ يَقْتَدِ بِهِ وَلَمْ يَتَّبِعْ. Beləsinin arxasında gedilməz və onunla dostluq edilməz və o örnək götürülməz. فَإِنَّهُ يَقُودُهُ إِلَى الْحَلَاكِ. Belə bir adam ancaq həlaka aparır. Həlaka aparır. Ona görə də bu ayə bizə çox önəmli bir mesaj verir. Mesaj verir ki, kimin sevinci ilə sevinməlisən, kimin kədəri ilə kədərlənməlisən, kimi öz və örnəyə tutmalısan, kimin arxasında getməlisən, kimlə dostluq etməlisən, kimi öz və örnəyə götürməlisən, o adam ki, zikr əhlidir və onun üzərində hakim olan Allahın vəhyidir, nəfsi istəkləri deyil. Amma o adam ki, zikirdən qafildir və nəfsi istəyinə uyanlardandır, nəfsi istəyinə uyub günahların arxasınca gedənlərsə, onu örnək tutmaq olmaz, onun arxasınca getmək olmaz, onunla dostluq etmək olmaz. Belə birisi həlaka aparan birisidir. Və İbn Qeym rahimehullah deyir ki, məqsəd odur ki, bu ayədən qəsd olunan odur ki, sən baxmalısan. Kimdə bu sifətlər varsa, o insan əsla və əsla sənə nə şeyxliyində, nə şeyx olaraq, nə dost olaraq, nə nümunə olaraq, nə də arxasınca gedilə biləcək bir kəs kimi sənə yararlı ola bilməz, əgər o insan qəflətdədirsə, əgər o insan nəfsi istəyinin arxasınca gedəndirsə. Onu bu halda görürsənsə, belə birisini görürsənsə, İbn Qeym deyir ki, ondan uzaq dur. Ondan uzaq dur. Lakin elə birisini görsən ki, o Allah subhanahu wa ta'ala zikr edənlərdəndir və onun üzərində hakim olan Quran və sünnədir. Quran və sünnə çərçivəsində yaşayır. Bil ki, belə birisi işləri heç vaxt zay olmayan birisidir. İşləri əksinə səmərəli olan birisidir. Və belə birisindən möhkəm yapış. Əgər onu özvə örnək götürəcəksən, onu götür. Dostluq edəsənsə, belə birisi ilə dostluq et. Arxasınca gedəcəksənsə, belə birisinin arxasınca get. Və sonra İbn Qeym rahimehullahu ta'ala növbəti fəsilə keçir. Yəni bu hədisin sonunun, bu hissəsinin şərhi ilə əlaqəli olan bir fəsil açır. O da nədir? Deyir ki, və fi zikri nəhvun min mi'əti fəidətin. Zikirdə təxminən 100-ə yaxın nə var? Faidə var və sonra bu faydələrin hamısını bir-bir gətirir və hər faydənin də ətrafında uzun-uzadı danışır. Bu isə qalsın gələn dərsimizə. Doğrusunu Allah bilir. Elhamdülillahi Rabbil alemin.